Orta məktəbdə oxuyanda kitabxanaçımız Tatyana Vasilyevna. Çünki onun sayəsində kitabları sevməyə başlamışam. Огромный вклад в мою жизнь принесли моя мать и моя бабушка. Они научили меня мудрости и всегда были рядом в трудную минуту. Həyatıma ən böyük təsiri olan anamdır. Bunun səbəbi odur ki, mən ümumiyyətlə ali təhsil alanda ilk öncə anamdan dəstək almışam. Özü ali təhsil almasa da mənə hər zaman dəstək olub. Nəinki ali təhsildə, ümumiyyətlə bütün uğurlarımda. Buna görə anama çox təşəkkür. Bacım və anam, çünki mənə hər cür vəziyyətdə həmişə dəstək olan, arxamda duran, ilk motivasiya edici sözlər deyən onlar olub. Ona görə də onlara çox şey borcluyam. Mənim həyatımda ən gözəl rol oynayan qadınlardan biri də məhz anamdır. Çünki o hər zaman mənə doğru insan olmağı, cəsarətli olmağı və hər zaman qalib gəlməyi öyrədibdir. Yaxşı ki, varsan ana. Anamdır. Çünki özümə güvənmədiyim anlarımla mamam həmişə mənim yanımda olub, mənə güvənib. İlk xanım anamdır, çünki mənə daim dəstək olub və dəyərlər aşılayıb. İkincisi isə yəqin ki, ibtidai sinif müəllimim deyə bilərəm, çünki mənə ana sözünü yazmağı ilk o öyrədib. Anam. Çünki mənə güc verən anamdır. Həyatda mənim üçün ən böyük toxunuşu olan anamdır. Çünki anam mənə hər zaman, hər uğurumu dəstəkləyir və hər zaman mənim arxamdadır.